Ürək-damar xəstəlikləri getdikcə gəncləşir. Artıq bu problemə yaşlı insanlarda yox, gənc və yeniyetmələrdə də rast gəlinir. Həkimlər deyir ki, ürək-damar xəstəliklərinin vaxtında aşkarlanması ölüm riskini azaldır. Kardioloq Nabil Seyidov deyir ki, ürəyin fəaliyyəti üçün sağlam həyat tərzi vacibdir. İlk növbədə siqaretdən, tütün məmulatlarının istifadəsindən kənar durmaq. Kim siqaret çəkirsə onu dayandırmaq. Deməli, digər tərəfdən sağlam qidalanma. Sağlam qidalanma o deməkdir ki, çox miqdarda tərkibində şəkər olan yemək qidalardan uzaq durmaqdır. Tərkibində çoxlu miqdarda duz olan qidalardan, yeməklərdən uzaq durmaqdır. Bundan əlavə daha çox meyvə tərəvəzə üstünlük vermək. Hər gün meyvə və tərəvəz yeyilməlidir. Bəzi istisnalar var, əlbəttə ki, şəkər diabet xəstələrində, amma ümumən meyvə tərəvəz. Digər tərəfdən qırmızı ətdən uzaq durmaq lazımdır mümkün qədər. O demək deyil ki, tam sıfıra indirmək lazımdır onun istehlakını, amma azaltmaq lazımdır əhəmiyyətli dərəcədə. Üstünlüyü vermək lazımdır balıq məhsullarının. Həftədə ən azı 2 dəfə balıq yeyilməlidir. O balıqlardan biri də yağlı balıq olmalıdır, misal üçün. Və əlbəttə ki, idman, fiziki aktivlik, gündə 10-13 min addım yerimək, velosiped sürmək, tez-tez yürüyüş etmək, qaçmaq, adi üzgüçülük və s. bunların hamısı idman, fiziki aktivlik deməkdir. Nabil Seyidov deyir ki, ürək-damar xəstəliklərində genetik faktorlar da rol oynayır. Bəzən şəxs sağlam qidalanmasına, sağlam həyat tərzi keçirməsinə baxmayaraq problemlər yarana bilir. Digər tərəfdən insanın təzyiqi var. Təzyiq həm həyat tərzi ilə bağlıdır, amma eyni zamanda genetikdir və eyni zamanda yaşla bağlı. Təzyiqi müalicə etməsə insan, onda ürəyin ciddi problemləri formalaşır. Amma digər tərəfdən ürək əzələsinin incəlməsi, o ürəyin əski kimi olması halını biz həmçinin virus xəstəliklərdən sonra görə bilirik. Çox ağır, şiddətli qrip virusu olsun, Coxsackie virusu olsun, digər viruslardan sonra ürək əzələsinin zədələnməsi baş verir, iltihabı. Biz ona miokardit deyirik. O xəstəlik də əgər vaxtında və düzgün müalicə olunmazsa, biz o zamanda ürək əzələsinin incəlməsini görürük. Bu ürək əzələsinin incəlməsi, o əski kimi olmasına tibbi dildə kardiomiopatiya deyirlər. O da 2 növü var. Hipertrofik, yəni ürək əzələsi çox qalın, çox güclüdür. O hipertrofikdir. Bir də əski kimi olanda, incələndə biz ona deyik genişlənmiş ya dilatasiyalı kardiomiopatiya. Bunların da müalicəsi doğrudan da çox mürəkkəbdir, çox geniş spektr dərmanların tətbiqini, istifadəsini tələb edir və dilatasyon kardiomiopatiya, yəni o əski kimi olan ürək əzələsinin müalicəsi olduqca çox ağırdır. Həmin xəstələrin təəssüf ki, bir qismi hansısa bir mərhələdə ürəyin transplantasiyasına ehtiyac duyurlar. Həkimlər ürək-damar xəstəliklərini önləmək və vaxtında müalicəyə başlamaq üçün ildə bir dəfə kardioloq müayinəsində olmağı vacib hesab edirlər.